İranın nüvə proqramı ilə bağlı məsələnin uzunmüddətli həlli yalnız diplomatik yolla mümkündür. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Grossi bildirib. O vurğulayıb ki, İranın hər hansı nüvə obyektinin zədələnməsi və ya məqsədyönlü atəşə tutulması barədə hələlik məlumat yoxdur. İndiyə qədər İranla sərhəd ölkələrdə radiasiya səviyyəsinin adi fon səviyyəsindən yuxarı qalxması aşkar edilməyib. İrandakı nüvə qurğularının indiyə qədərki vəziyyətinə gəldikdə, Buşehir Atom Elektrik Stansiyası, Tehran Tədqiqat Reaktoru və ya digər nüvə yanacaq qurğuları da daxil olmaqla, nüvə qurğularından heç birinin zədələndiyinə və ya zərbə aldığına dair hər hansı nişanə yoxdur. Grossi İran ətrafındakı münaqişənin bütün tərəflərini gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb. Bu arada İranın Müvəqqəti Rəhbərliyi Şurasının ilk iclası keçirilib. İclasda İran Prezidenti Məsud Pezeşkiyan, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni, Müvəqqəti Rəhbərliyi Şurasının üzvü Ayətullah Əlriza Ərafi iştirak ediblər. İrandakı son hadisələr fonunda fikir mübadiləsi aparılıb və bir sıra mühüm və strateji məsələlərlə bağlı qərarlar qəbul edilib.